Heç güzgünün qarşısına keçib öz gözlərinizə 10 dəqiqə dayanmadan baxmısınızmı? Bunu etmək üçün böyük cəsarət lazımdır. Çünki bir neçə dəqiqədən sonra güzgüdə gördüyünüz adam artıq siz olmayacaqsınız. Əvvəlcə üzünüz dumanlanmağa başlayacaq. Sonra gözlərinizin yerində qara boşluqlar görəcəksiniz. Beyniniz eyni görüntüdən bezdiyi üçün bəzi hissələri siləcək və boş qalan yerləri ən böyük qorxularınızla doldurmağa başlayacaq. Buna sadəcə bir illüziya deyib keçmək olar. Amma qədim inanclara görə güzgülər ruhun əksidir. Uzun müddət baxanda sanki qarşınızdakı əksiniz canlanır və sizdən asılı olmayan hərəkətlər etməyə başlayır. Sanki o tayda kimsə var və sadəcə sizin göz qırpmağınızı gözləyir. Bir çox insan bu sınaqdan sonra öz simasını tanımaqda çətinlik çəkir. Güzgüdə gördüyünüz o qəribə məxluq əslində sizin daxili qorxularınızın təzahürüdür. Beyniniz sizə elə bir oyun oynayır ki, otaqdan qaçmaq üçün bəhanə axtarırsınız. Qədimdə bəzi xalqlar gecə vaxtı güzgülərin üstünü örtərdilər. Onlar inanırdılar ki, uzun müddət güzgüyə baxmaq insanın ruhunu o biri tərəfə çəkib apara bilər. Bəlkə də bu sadəcə bir illüziya deyil, bəlkə də beynimiz bizə oyun oynamır, sadəcə gizli olanı görürük.